Ermənistanın uzun illər boyunca buraxdığı hərbi siyasi səhvlər regionda yeni qarşıdurmanın əsasını qoyan amillərdən biri idi. Rəsmi İrəvan bu müddətdə Azərbaycanın hərbi və iqtisadi gücünün sürətlə artdığını, ölkənin beynəlxalq müstəvidə möhkəmlənən mövqeyini nəzərə almadı. Status quo-nun dəyişməz qalacağını ümid edən Ermənistan, silahlı qüvvələrin modernizasiyasını və Azərbaycanın regional üstünlüyünü vaxtında dərk etmədi. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. Biz güc topluyurduq və ildən ilə, aydan aya gücümüz artırdı. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi. Siyasi şərhçi Rəşad Bayramov bildirir ki, Ermənistan nə aprel döyüşlərindən, nə də Tovuz hadisələrindən bir nəticə çıxardı. Əlbəttə ki, bu da müharibəni qaçılmaz hala gətirən əsas faktorlardan oldu. Uzun müddət davam edən status quo siyasətinə sadiq qalmaq nəticədə işğalçı siyasətin davam etməsini və danışıqların nəticəsiz qalmasını deyək. Əsas isə Ermənistan müharibə olacağı halda yenə də ənənəvi olaraq Rusiyanın ona hərtərəfli dəstək verəcəyinə dair yanlış bir düşüncəyə qapılmışdı. Bütün bu səhvlər müharibənin sonunda Ermənistanın yalnız hərbi məğlubiyyəti deyil, həm də siyasi cəhətdən böyük bir fiaskosu ilə nəticələndi. Ermənistanın bu yanlış yanaşmasının fonunda Azərbaycan illər ərzində tam fərqli strategiya formalaşdırıb. Ölkədə həm daxili sabitlik möhkəmləndirilib, həm də ordu quruculuğu əsas prioritet kimi inkişaf etdirilib. Güclü iqtisadi baza, müasir silahlanma, silahlı qüvvələrin peşəkarlığının artırılması və cəmiyyətdə yüksək milli həmrəylik Azərbaycanın strateji üstünlüklərini təmin edən əsas dayaqlar olub. Məhz xalq iqtidar birliyi və vətənpərvər ruhda yetişən gənclərin fədakarlığı nəticəsində Azərbaycan 44 gün ərzində işğal altındakı torpaqlarını azad edib. Hətta bir vaxtlar Bakıda çay içmək arzusunda olan erməni hərbi cinayətkarlarının aqibəti bugün məhkəmə zalı və istintaq təcridxanasının divarları arasında müəyyənləşir. Hətta deyirlər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirlər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirlər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bugün hərbi qənimət parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bugün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər. Günün reallığı ondan ibarətdir ki, Ermənistan baş nazirlik səviyyəsində vaxtı ikən yol verilən səhvləri dilə gətirərək bu vaxtadək atılan addımların yanlış olduğunu etiraf edər. Bu Azərbaycanın separatizmə, ermənilərin işğalına vurduğu ən böyük zərbə idi. Həm siyasi, həm psixoloji, həmçinin hərbi qələbə idi. Hərbi Ermənistan üzərində təntənəli surətdə Azərbaycan dövlətinin və xalqının qələbəsi idi. Bugün Azərbaycan dövləti məsuliyətdə də, diplomatiyada da, siyasətdə də Ermənistan üzərində qələbə qazanıb və Ermənistan Azərbaycanın demək olar ki, bütün şərtlərini qəbul etdi. Beləliklə, 2-ci Qarabağ müharibəsi Ermənistanın uzun illər ərzində yanlış hesablamalar üzərində qurduğu siyasətin nəticəsini açıq şəkildə göstərdi. Azərbaycan isə ardıcıl şəkildə həyata keçirdiyi islahatlar, hərbi gücün artırılması və beynəlxalq aləmdə möhkəmlənmiş mövqeyi ilə müharibənin gedişatına strateji üstünlüklərlə daxil oldu. Bu üstünlüklər həm döyüş meydanında, həm də siyasi müstəvidə həlledici rol oynadı. Hazırda regionda yaranmış yeni reallıq sülhün təmin edilməsi üçün tarixi fürsət yaradır.